Salam, hər vaxtınız xeyir olsun. Bu gün milli mətbəximizin ən dadlı təamlarından biri olan şəkər çörəyinin ən sadə üsulla hazırlama qaydasını bölüşürəm. İlk öncə qaba 250 qram otaq temperaturunda olan çörək yağı. Üzərinə 1 ədəd yumurtanın ağını əlavə edirik. Sarısını üzərində istifadə etmək üçün qoyuruq kənara. 1 bağlama vanil. 1 çimdik duz. 1 çay qaşığının 3də 1-i qədər maya əlavə edirəm. Siz mayanın yerinə kabartma tozu da əlavə edə bilərsiniz. 1 stəkan yarım şəkər tozu əlavə edib mikserlə çalırıq. Şəkər tozu, yağ qarışdıqdan sonra, hətta bir qədər rəng ağardıqdan sonra mikseri qoyuruq kənara. Belə bir kütlə alındı. Alınan kütlənin üzərinə öncə 1 stəkan un əlavə edirəm, qarışdırıram. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Eyni stəkan ölçüsü ilə daha 3 stəkan un əlavə edib xəmir yoğururuq. Şəkər çörəyinin xəmirində ümumilikdə 4 stəkan undan istifadə etdim. Xəmir artıq hazırdır. Ələ yapışmayan yumşaq xəmir alındı. Xəmiri bir yer toparlayırıq. Əlimizi yuyub quruladıqdan sonra şəkər çörəyinə forma verə bilərik. Düşünə bilərsiniz ki, xəmirdə maya istifadə etmişik, gözlətməliyik. Xeyli ehtiyac yoxdur. Xəmir hazır olduqdan dərhal sonra forma vermək olar. İstədiyiniz ölçüdə şəkər çörəklərini hazırlaya bilərsiniz. Mən təxminən hər biri 30 qram olmaqla hazırlayıram. Şəkər çörəyinə forma verdikdən sonra yağlı kağız sərdiyim soba listinə yığıram. Üzərinə işarət barmağımızla bastıraraq yumurtanın sarısını əlavə etmək üçün belə desək yeri hazırlayırıq. 1 ədəd saxladığımız yumurtanı sadəcə qarışdırıb, mürəbbə üçün nəzərdə tutulan kiçik qaşıqlardan mən istifadə edirəm, daha rahat olması üçün. Hər bir dəliyə yumurta sarısı əlavə edirəm. Şəkər çörəyini öncədən isidilmiş sobada 170-180 dərəcə temperaturda alt-üst rejimdə bişiririk. Nəzarətsiz qoymuruq. Bilirsiniz ki, şəkər çörəyinin üzəri qızarmamalı. Alt isə həfif rəngini dəyişdirsə, artıq bu deməkdir ki, şəkər çörəklərimiz hazırdır. Dəyərli izləyicilərim, belə asan, dadlı reseptlərdən anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olub, videonu bəyənib, ən əsası fikirlərinizi şərh bölümündə bizimlə bölüşə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.